Nəhayət ki, 8 illik uzun zamandan sonra Dan Brown'un yeni kitabı işıq üzü gördü. Secret of Secrets, Sirlərin sirri artıq rəflərdədir və oxucuları ilə görüşür. Bu səfər baş qəhrəman Robert Langdon'un Prag küçələrində yaşadığı macəraları oxuyuruq. Onun zəkası, duyğuları və zamanla yarışı hər səfərkindən daha kəskin, daha təhlükəli olacaqdır. Yeni sevgilisi, neotik alim Catherine Solomon'un dəvəti ilə Praga gələn Robert Langdon bu səfər açıqlaması mümkün olmayan mistik təcrübələrin ağuşuna düşür. Belə ki, Catherine Solomon'un və onun yazmaqda olduğu kitabın da ortadan yoxa çıxması ilə birlikdə bu suallar daha çıxılmaz, daha cavabsız bir hal alır. Ən qəribəsi isə budur ki, Catherine Solomon'un özünün belə xəbəri olmadan ona platonik dərəcədə vurğun olan başqa birisi var. Polyam adlı varlığı məchul şəxs onu qorumaq üçün Robert Langdon'u öldürməli olduğunu düşünür və bu üzrə planlar qurur. Beləcə, Pragın sirli küçələrindən başlayıb New York və Londona qədər uzanan təhlükəli macəra düyünlənmiş zəncirbaz misalı dolaşdıqca dolaşır.